danışmazdan önce demək istəyərdim ki, bilirik ki, Maradona bizim üçün və stadionumuz üçün nə qədər əhəmiyyətlidir. Biz sabahki günü xüsusilə onun xatirəsinə qalibiyyətlə həsr etmək istəyərdik. Əminəm ki, Qarabağ komandası 7 xala malik olan və Çempionlar Liqasında öz yoluna gedən bir komandadır. Benfica'ya qalib gəlmiş bir komandadır. Öz məkanında, öz stadionunda Chelsea ilə 2-2 hesabı ilə oyunu tamamlanmış bir komandadır. Portano ritmi alti, hanno gente di qualità, bisognerà fare sicuramente una grande gara. Oyuncular Sotto tutti i punti di vista. Dinamikdirlər. Əminəm ki, sabahki oyun maraqlı olacaq. Sicuramente tanta energia dall'inizio perché loro ne metteranno tanta. Düşünürəm ki, biz də öz müsbət enerjimizi qoymalıyıq, çünki onlar da bunu edəcəklər. İlin əvvəlindən Napoli komandasında kifayət qədər zədələnmələr var. Mövsümün ən əsas mərhələsində istər Lukaku, istər Spinazzola olmaqla, bir sıra Gilmour olmaqla, bir sıra xeyli zədələr var. Və bunlara baxmayaraq Napoli turnir cədvəlində ikinci yerdədir. Əhəmiyyətlərin təsiri nə qədərdir komandaya və komandanın yerləşməsinə? Mən deyərdim ki, bu siyahı Alex Meret-i də əlavə eləyək. Bizim son 3 ildə qalib gəldiyimiz 2 Scudetto'da onların kifayət qədər rolu olub. Hər bir halda burada məsuliyyətin əsas hissəsi məşqçinin üzərinə düşür, onun qurduğu taktiki sxemə düşür. O yoxlamalıdır, hansı oyuncuları meydana çıxartmaqla bağlı qərarı, düzgün qərarı verməlidir. Biz bununla bağlı ilin əvvəlindən çətinlik yaşayırıq. Və biz əlimizdən gələni bacardığımız qədər etməyə çalışırıq və çalışacağıq. Unutmayaq ki, meydançaya çıxan məhz oyunculardılar. Və bu kimi çətinliklərlə üzləşdikdə çıxış yollarını məhz məşqçi tapmalıdır. Biz ilin əvvəlindən, bir daha qeyd edirəm, biz ilin əvvəlindən bu problemlə üzləşmişik. Una scelta un po' più vasta, di non dover andare sempre a inseguire situazioni particolari. Salam. Questa partita con il Karabakh sembrerebbe Qarabağ ilə oyun anche le gare future di Champions una gara da non sbagliare. Qarabağ ilə oyunda uduzmamalıyıq, çünki bizim Çempionlar Liqasında olan yerimizlə bağlı çox vacibdir. Burada Atalanta ilə və növbəti həftə Roma ilə oyunun nə kimi rolları ola bilər. Mən burada yüksək enerjinin əhəmiyyətini qeyd etmək istəyirəm. Və digər oyuncuların əvəz olunmasının səbəbləri onların, xüsusən Amirin bundan öncəki 2 intensiv oyundan gəlməsi idi. Həmçinin Oylundla bağlı da eyni fikri səsləndirəcəm. Onu daha sonra mən Luka ilə əvəz etdim. Spinazzola ilə bağlı olaraq mən istəyərdim ki, onun sağlamlıq vəziyyəti ilə bağlı daha ixtisaslaşmış olan həkimlər danışsınlar.
Bunlar heç də sadə əzələ zədələnmələri deyil. Nə onun zədəsi, nə də Gilmour'un zədəsi. Non riesco a sapere. Onlar haqqında ətraflı məlumatım, dəqiq məlumatım yoxdur. Vorrei chiedere, subito dopo l'Atalanta, dopo la partita, lei disse c'è bisogno, dobbiamo continuare così sul coinvolgimento di tutti per Atalanta ilə oyundan sonra siz qeyd etdiniz ki, bütün oyunçuları cəlb etmək lazımdır oyuna. di tutti i giocatori che lei però ha a disposizione perché alcuni non ce ne sono. Grazie. Siz oyunçuların yenidən oyunlara cəlb olunmasıyla bağlı nə deyə bilərsiniz? Chiara. Hanno giocato 5 giocatori nuovi. Düşünürəm ki, Atalanta ilə oyunda kifayət qədər situasiya aydın oldu. Biz 5 yeni oyunçu oyuna daxil etdik. Quindi penso che comunque sono abbastanza coinvolti, devono essere Düşünürəm ki, onlar kifayət qədər cəlb olundular oyuna və cəlb də olunmalıdırlar. devono per forza di cose crescere, essere coinvolti Onlar da inkişaf etməlidirlər, daha çox inkişaf etməlidirlər. anche in tutto questo. Quindi come dico sempre, bisogna sfruttare questo tipo di situazioni. Mən həmişə qeyd edirəm ki, bu növ çətin situasiyalardan düzgün istifadə etmək lazımdır və bununla da digər oyunçuları inkişafına imkan vermək və onları oyunlara cəlb etmək lazımdır. La squadra le ha dato una grande risposta. Io mi soffermo su due giocatori, Neres e Lang. Che tipo di risposta? İki oyuncu Neres və Lang ilə bağlı sual vermək istəyirəm. E dal punto di vista anche dell'energia, dell'elettricità di cui lei ha parlato, loro Digər sualım isə qeyd etdiyiniz yüksək enerji ilə bağlıdır. essere un valore aggiunto per la squadra. Bu detallar və onların dostluğu və yüksək enerjisi komandanın performansına təsir edirmi? Un minimo di distinzione, no? Perché comunque Noah è arrivato quest'anno, Neres c'era già l'anno scorso. Neres l'anno scorso, Neres keçən ildən bizimlədir. quindi non è che stiamo andando a scoprire un calciatore nuovo. Yəni biz Nereslə oyunlarımızda heç də tanımadığımız bir oyuncu görmürük. Sicuramente la partita contro l'Atalanta Atlanta ilə oyunumuzda un'ottima prestazione in fase realizzativa. möhtəşəm performans göstərildi. Un gol ha fatto Noah. Davidin və Noah'nın qolları möhtəşəm idi C'è da continuare. və biz bunu davam etdirməliyik. Atalanta artıq keçmişdə qaldı. Sabah yeni bir oyunumuz var Ci da dare delle conferme e andare avanti questo. və biz hər zaman irəli getməliyik. La difesa 3 l'altro giorno ha detto è stata anche un po' un'esigenza per il Üçlü müdafiə xətti etmişdiniz ki, vacib idi. ancora su questo sistema. Bu sistem, bu taktiki sxemlə bağlı hələ də işləyəcəksinizmi, yoxsa bu yalnız təcili halda sizə əl atdığınız bir sxem idi? Sicuramente la svolta sulla difesa 3 è figlia dell'emergenza. Əlbəttə ki, üçlü müdafiə xətti ehtiyacdan yaranan, tətbiq olunan bir tətbiq olunur. La possibilità di avere anche un'alternativa in panchina che può essere utilizzata, che può essere Əlbəttə ki, bizim ehtiyatda olan oyunçularımız var və bu kimi hallarda onları istifadə etməliyik. Necə ki, Atalanta ilə oyunda Elifdən istifadə etdik. proprio il ruolo suo. Quindi Hansı ki, bu əslində heç də onun tam olaraq onun vəzifəsi deyildi, amma biz buna istifadə etməli olduq. quindi bisognerà continuare e fare di necessità virtù. Biz belə davam etməli və əlimizdən gələni bacardığımızı etməliyik. Una squadra organizzata che sa in campo che cosa deve fare. Biz tam təşkil olunmuş bir komanda ilə oyuna çıxmalıyıq. Ma poi ci devi anche lavorare Çünki sxemi dəyişmək kifayət etmir. nel mio dei modi, sia nella fase di non possesso che nella fase di possesso, perché spesso e volentieri le squadre possono difendere in un modo, con un sistema, Çünki komandaların hər biri bir formada müdafiə edə, başqa tamam fərqli bir formada hücum edə bilərlər. Abbiamo visto sabato Lukaku a bordo campo molto coinvolto.
Şənbə günü Lukakunu biz kifayət qədər həvəsli oyunda sizin yanınızda coşqulu gördük. Bunun komandanın enerjisinə nə qədər təsiri var? Guarda, per la Roma ti rispondo subito. Mən dərhal cavab verim, o oyuna hazır deyil. Lavorare sul fatto della sua importanza sotto tutti i punti di vista, lo sappiamo benissimo. Hər nöqteyi nəzərdən, Riconosciuto çünki biz kifayət qədər məşhur, tanınmış və beynəlxalq formada, beynəlxalq dərəcədə tanınmış bir oyuncudan danışırıq. da tanto sia quando sarà pronto, ha dato tanto quando ha giocato, sia Oynadığı zaman həqiqətən özünün bacardığı maksimum qüvvəsini həmişə oyuna verib. quindi averlo recuperato da questo punto di vista, anche perché comunque lui ha dovuto curarsi per tantissimi mesi in Belgio. O aylarla Belçikada müalicə alıb. Onun ümumiyyətlə bərpası bizim üçün çox vacibdir. Sono situazioni dove comunque devi mettere l'elmetto, sono situazioni di grande emergenza, bisogna mettere Bu kimi vəziyyətlər çox çətin vəziyyətlərdir. İdarə edilməsi çətin olan vəziyyətlərdir. con la presenza di chi è abile può andare in campo. Təbii ki, meydançaya çıxa biləcək oyunçuları düzgün seçmək çox vacibdir. Ciao Alessandro, c'è un detto napoletano che recita testualmente "adda passà a nottata". Dopo la vittoria è passata a nottata. Mən Alessandra salam, mən sizin qələbənizlə bağlı sual vermək istəyirəm. Necə bunu qəbul etdiniz? Təbii ki, biz çox məmnunuq Atalantanı məğlub etdiyimizə görə. Biz dərhal müsbət enerjimizi bərpa etdik. Bu bizim dünənki hazırlıqlarımızda, məşqlərimizdə də hiss olunurdu. Partita tosta, una partita dura quindi ci faremo trovare pronti. Bilirik ki, çətin bir oyun olacaq və biz buna hazır olmalıyıq. Parto alle parole del mister di sabato sera dopo l'Atalanta. Mən Atlanta oyunundan sonra cənab məşqçinin sözlərinə istinad etmək istəyirəm. Insomma, un'aria diversa oppure non c'era? Orada azərkeşlərin ab-havasından, ümumiyyətlə pozitivlikdən danışılırdı. Qeyd etmək istəyirəm ki, siz də onunla eyni fikirdəsinizmi? C'era in noi, quello che secondo me c'era da fare era recuperare un pochino di energie. Bizim özümüzün də enerjimizi maksimum dərəcədə bərpa etməyə ehtiyacımız var. Periodi meno positivi possono capitare a tutte le squadre. Bir qədər çətin məqamlarda bu ruh düşkünlüyü bütün komandalarda müşahidə oluna bilər. Ho speso tante energie per portare a casa la Biz həqiqətən də evimizə qalibiyyət gətirmək üçün çox çalışdıq. stati contenti di questo, però Biz də azərkeşlər də bundan çox məmnun qaldılar. c'è e c'è sempre stato. Bu pozitivlik həmişə olub, indi də var. Ciao. Cambiato sabato sistema di gioco, state giocando con la difesa a 3, vista l'emergenza. Mən də üçlü müdafiə xəttinizdən danışmaq istəyirəm, sual vermək istəyirəm. Bu sistemlə, bu sxemlə oynamaq xoşunuza gəldimi? Come parlando proprio Bəli. del sistema, noi abbiamo lavorato Sistem haqqında danışsaq əgər, l'anno scorso con biz keçən ildə bu sxem ilə çalışmışdıq, üçlü müdafiə xəttində çalışmışdıq. mi piacciono entrambi e Hər iki sxem mənim xoşuma gəlir. richiesto questo lavoro dei braccetti per Bizdən bu formada oyun oynamaq istənildi. nella manovra offensiva la squadra e credo che siamo stati bravi che la Düşünürəm ki, biz də bunu bacardıq komanda olaraq. un po' diciamo le posizioni a trovare un po'
quelle cose che ci servivano və bizə lazım olan düzgün pozisiyaları seçə bildik. è una squadra forte. Çünki bilirik ki, Atalanta komandası kifayət qədər güclü bir komandadır. Siamo stati bravi, il mister Düşünürəm ki, biz bunun öhdəsindən gəldik və məşqçimiz də bizə dərhal bu dəyişiklikləri çatdırmaqda çox peşəkar oldu. C'è un dato nel quale siete primi in Europa ed è la striscia di risultati utili al Maradona. Domani è anche il giorno dell'anniversario della morte di Diego Maradona. Sabah Maradona'nın ölüm ildönümüdür və sabah Maradona stadionunda oyununuz var. Və deyilir ki, sizi Avropada nömrə 1'siniz. Insomma, vi aiuta poi a mantenere un livello alto di performance in casa. Və sabahki oyunda bu stadionda yüksək performans göstərməyiniz üçün hansı hazırlıqlar görmüsünüz? Bəli, biz öz stadionumuzda, öz meydançamızda oynayanda təbii ki, çox məmnun oluruq. Biz öz azərkeşlərimizin coşquluğunu hiss edirik. comunque la gente, il tifo si fa sentire molto. Onlar bizə öz dəstəklərini hiss etdirirlər. Maradona'ya gəldikdə isə Acquisisce ancora più valore, quindi düşünürəm ki, bu oyunun bizim üçün daha yüksək bir dəyəri var. Ümid edirəm ki, biz qələbə qazanıb bu qələbəni ona həsr edə biləcəyik. stadio è difficile per tutte le altre squadre. Bu stadionda, bu meydançada oynamaq hər bir halda bizim üçün önəmli və çətindir və biz ümid edirəm ki, sabah da bunun öhdəsindən gələcəyik. Fermo restando che hai ribadito la fiducia che avete nel mister, chiaramente Sizin məşqçinizə olan güvəniniz və inamınıza istinad edərək sual vermək istəyirəm. a prevenirli, quindi magari uscendo subito dal campo se sentite qualche fastidio, insomma, come state vivendo un po' questo? Onun tətbiq etdiyi bu dəyişiklikləri və komandanızda olan zədələri necə qarşılayırsınız? Andare sempre forte, Biz ancaq hər dəfə daha güclü olmağa, daha yaxşı oyun göstərməyə çalışırıq. che con lo staff, sia tecnico che medico, che sono di İstər texniki, istərsə də tibbi personalımız yüksək səviyyədədir. partite di recuperare il più possibile. Hər oyundan sonra biz maksimum dərəcədə bərpa etməyə çalışırıq özümüzü. Dobbiamo dare il massimo. Bilirik ki, maksimum gücümüzü sərf etməliyik oyunlara. E l'impressione è che in Champions il Napoli non abbia ancora mollato gli ormeggi, cioè nel senso che non è mai riuscita per una ragione o per l'altra, per varie contingenze, a fare una prestazione in Çempionlar Liqasında Napolinin düşünürəm ki, hələ yüksək səviyyəli bir performansını görməmişik. Düşünürsünüz ki, sabah bunun əksi olacaq, yoxsa ümumiyyətlə gözləntiniz nədir? Mən qeyd etmək istəyirəm ki, bayaq da dediyim kimi sabah çətin bir oyun olacaq. Qarabağ komandası çox gözəl bir yol gedir Çempionlar Liqasında və olduqca çətin bir oyundan gəlir. Tanta energia, Burada bizə yüksək enerji və hər birimiz tərəfindən maksimal səy lazımdır. detto prima di affrontarla al massimo, di arrivare Biz maksimum dərəcədə hazırlaşmalı come abbiamo fatto ieri per cercare di vincere. və qalib gəlməliyik. Alessandro, senti, sotto l'aspetto tattico, stante anche un po' le caratteristiche degli avversari e anche la necessità di fare risultato da parte vostra, può essere una partita Taktiki sxem cəhətdən contro uno anche molto alti, un po' ti ricordi come la partita di Firenze, no? soruşmaq istəyirəm. Tante volte sei andato altissimo a prendere Ken. Ecco, è una partita che può presentare questo tipo di situazione tattica secondo te? Məsələn, Florensiya ilə oyununuzdakı formada yeni taktiki sistem tətbiq etməyiniz gözlənilirmi? Di recuperare palla il più possibile vicino alla porta avversaria per poter cercare di Biz çalışdığımız qədər topu rəqibin qapısına ötürməyə və orada maksimum qol vəziyyətləri yaratmağa çalışırıq. poi arrivare forte per cercare di vincerne il più possibile
comunque di recuperare Hər bir quella halda possesso. fərqlənməyə və topa daha çox nəzarət etməyə çalışırıq. Della cosa che dicevi tu nel giocare con la difesa 3 in braccetti, tu più in particolare rispetto a Bequema sei quello che è più appoggiato il centrocampo nella gara con l'Atalanta. Üçlü müdafiə xətti ilə bağlı Per dare anche una mano in fase offensiva, però poi come si demək istəyərdim. con una squadra che invece è abilissima soprattutto in fase Bu sizə müdafiə üçün kömək olur. Ancaq sulla fase difensiva. Grazie. Queste cose və siz hücumla bağlı və yaxud da qarşıdakı komandanın fərqli taktiki sxeminə nisbətən düşünürsünüz ki, bu sizə kömək ola bilər. gli eventuali uomini che rimangono, gli eventuali avversari che rimangono alti o che possono smarcarsi. E poi appunto questo sistema qua ci permette Bu sistem bizə con la manovra offensiva ümumiyyətlə hücum manevrlərini etməyə kömək edir. stare attenti, insomma. Və biz yenə də maksimum dərəcədə diqqətli olmalıyıq, diqqətli oynamalıyıq. Preparato la partita guardando molti video Düşünürəm ki, siz sabahki oyuna hazırlaşarkən xeyli rəqib komandanın oyunlarının videosuna baxmısınız. cosa avete approfondito? Daha çox hansı detallara diqqət yetirmisiniz? Sicuramente una squadra molto intensa. Onlar çox intensiv bir komandadılar. Lavorano molto sulle ripartenze, comunque sono bravi anche ad accerchiare quando attaccano. Onlar hücum zamanı əhatəyə almaqda çox peşəkardılar. Biz burada çox diqqətli olmalıyıq. Tanti duelli individuali quando noi faremo pressione, ma anche quando loro verranno Pressing etdiyimiz zaman və onların bizə təzyiq etdiyi zaman kifayət qədər diqqətli olmalıyıq. il possesso Bu dueli deyərdim biz stabil saxlamalı və bu dueldən qalib çıxmalıyıq. A 3 a un certo punto l'uscita di Rachmani sei dovuto andare tu al centro. Üçlü müdafiə xətti ilə bağlı Rachmaninin oyundan çıxması və sənin oyuna daxil olmanla bağlı. Pesante, è chiaro che la pericolosità potrebbe essere proprio nell'attenzione di Fikrini bilmək istəyərdim. gli attaccanti. Sì, per quanto riguarda l'attenzione ci deve essere sempre, ma non solamente da parte dei difensori, ma Düşünürəm ki, biz hamımız diqqətli olmalıyıq. Yalnız müdafiəçilər deyil, bütün oyuncular, istər hücum fazasında, istər müdafiə fazasında bütün oyuncular diqqətli olmalıdırlar. quando gli avversari recuperano la palla. Top rəqibə keçdiyi zaman Appunto a sinistra, centrale, devo dire che mi trovo bene in istər mərkəzi oyuncular, istər cina oyuncuları poi i movimenti, cambiano un po', diqqətli olmalıdırlar. ci sono da fare sull'uomo con la palla, però insomma anche l'anno scorso ho giocato un po' in entrambe le posizioni. Mən keçən ildə hər iki pozisiyada oynamışdım. Mənim ikisi də xoşuma gəlir.